Bugün Od çərşənbəsidir. Yanardağda alov ta qədimdən ərşə qalxır. Bugün bahara doğru güneş yavaş-yavaş torpağı qızdırır, onu isindirir. Ocaq səadətdir. Od çərşənbəsində tonqal qalayarlar. Od hərarətdir. Hərənin adına bir şam yandırarlar, xonça bəzəyərlər. Od şəfadır. Tonqal qalayıb onun üstündən tullanarlar ki, ağrı acımız odda yansın. Ocağınız gür, qazanınız qaynar olsun. Oduna nur çilənsin. Ocağın nurlu olsun. Ocağın qaralmasın. Ocağınız odlu, süfrəniz dadlı olsun. Od bölünməz. Oddan pay verməzlər. Odlar yurdu. Od çərşənbəniz mübarək. Bugün bayram elçilərindən ikincisi olan Od çərşənbəsidir. Bozay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Bu çərşənbənin qeyd olunması insanın yaradılış prosesinin ikinci mərhələsinin od komponenti ilə bağlıdır. İnanclara görə odun mövcudluğunu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Od çərşənbəsinə qədim zamanlarda üskü çərşənbə, üskü gecəsi adlı çərşənbə də deyilir. Od qədim Azərbaycan xalqının təfəkkürüncə işıqlı sabah və xeyir-dua rəmzidir. Tonqalın yandırılması həm qışın soyuğundan xilas olmaq, həm də gələcək ilin isti, bərəkətli keçməsinə işarə kimi hesab olunur. Ağrım uğrum tökülsün, oda düşüb kül olsun, yansın alov saçılsın, qoy bəxtimiz açılsın. Od ocağı, ocaq evi, ev ailəni, ailə isə soyun davamını təmsil edir. Dağdeni bala anih galay yar vidi dar bala akvaz kandı iri dağdeni bala anih galay yar vidi dar bala akvaz kandı dünyada kaybala kan kayar ahvarani bala akvaz kandı dünyada kaybala kan kayar ahvarani bala akvaz kandı Perizaday bala, Perizaday bala, hay güzel yer. Perizaday bala, Perizaday bala, hay güzel. Perizaday bala, Perizaday bala, hay güzel. Perizaday bala, Perizaday bala, hay güzel yer. Novruz şən və sevimli bayramdır. Novruz həm də xalqların həmrəyliyini özündə ihtiva edir. Bugün bütün küsürlər barışır, hər kəs bir-birinə xoş sözlər deyir. Oradan axan arxdımı? Üzündə duvaqdımı? Novruz gəlib yetişdi, ayrı duran vaxtımı?
Qədim dövrlərdən ot çərşənbəsində tonqalı hündür yerdə, dağ, təpə başında qalayarlar. Bütün el həmin tonqalın başına yığışarmış. Azərbaycan odlar ölkəsi kimi odla bağlı çox zəngin ənənələrə malikdir. Od imandır. Od düşdüyü yeri yandırar. Od çərşənbəsində ocağı boş qoymazlar. Ocağı şər vaxtı söndürməzlər. Ocağa yaxınlaşanda salam verərlər. Od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılır. Çünki alov ruhun arınmasında əsas mərhələ hesab olunur. Qarşıdan gələn Novruz bayramında baharın təravəti qəlblərinizə sevinc, əminamanlıq, süfrələrinizə bərəkət gətirsin. Bir də ki, ürəyinizi buz kimi yox, od kimi saxlayın. Od çərşənbəniz mübarək olsun.